Salam değerli izleyiciler, əziz kanalımızın abunəçiləri. Bugün Yeni Yasamalda Bravo Marketin arxasında sizə həyət evi ab-havasını yaşadacaq bir bina evi təqdim edirəm. 9 mərtəbəli, köhnə tikili Leningrad layihəli binanın birinci mərtəbəsində yerləşir mənzilimiz. Yerdən çox hündürdür, baxın gördüyünüz bu şəkildədir və binanın arxasında evin özünə aid həyət yanı sahəsi var. Belə bir çardaqlı, navesli, güllük, çiçəkli bir bağ fasonunda yaradılmış, ev sahibi tərəfindən düzəldilmiş bir bağ hissədir. Lazım olan bütün texniki qulluqlar falan hamısı görülüb. Həyətdə əlavə olaraq bir mətbəx hissə düzəlib və zirzəmi qardırob hissəsi yerləşir. 4 otaqlı, qanuni 4 otaqlı bir mənzildir. Əlavə olaraq mənzilimizin altında həyətə açılan bir obyekt hissə var. Oranı da əlavə olaraq gələcəkdə qazanc kimi icarəyə verə bilərsiniz. Təmirlidir o da, onu da sizlərə təqdim edəcəm. Hal-hazırda həyət yanı sahə hissəsini görürsünüz əziz izləyicilərimiz. Çox gözəl bir təklifdir, qiymət də çox münasibdir. Orta mənzildir, yerdən hündür 9 mərtəbəli Leningrad layihəli binanın birinci mərtəbəsindədir. Baxın, belə bir həyət yanı sahəsi var. Qonağınız gəldi, manqal, samavar falan hər bir dəzgahınızı burada rahatlıqla edə bilərsiniz. Əlavə bir sahədir. Bütün qonşular da bu şəkildədir. Birinci mərtəbə, yəni özlərinin aid bir mülk hissəyə çevrilmiş şəkildədir. Buradan qalxacaq, evimizə daxil olacaq. Həm blokdan, əsas girişdən daxil olmaq mümkün olur, həm də buradan daxil olmaq mümkündür. Baxın, buradan daxil olacağım. Daxil olduq buradan mətbəx hissə. İndi keçəcəm mənzilin giriş hissəsinə. Baxın, burada blokdan daxil olduğumuz hissədir. Baxın, qapını açacağım, görəcəksiniz, bağlıdır. Baxın, belə bir dəhliz hissə mövcuddur. 4 otaqlı bir mənzildir, əziz izləyicilərimiz. Yel çəkər mənzildir, yerdən hündürdür, döşəmə parketdir. Burada qonaq otağı yerləşir. Baxın, belə bir qonaq otağı var. Mənzildə qaz, su, işıq var, sənəd kupçadır, mərkəzləşdirilmiş istiri sistemi təchizatı mövcuddur. Qonaq otağını gördünüz. Yenidən qaydırıq dəhliz giriş hissəyə. Burada az öncə göstərdiyim mətbəx hissədir. İstiri sistemi gördünüz, həm kombi, həm də mərkəzləşdirilmiş istiri sistemi mövcuddur. Baxın, belə bir gözəl mətbəx hissə və mətbəxdən həyət yanı sahəyə çıxış imkanı var. Burada birinci yataq otağı yerləşir. Belə bir yataq otağı var. Bu otaq isə pəncərəsi binanın həyətinə baxır. Bina yeniliklə abadlaşdırılmış, həyəti sərgiyə salınmış, uşaq meydançası, futbol meydançası, söhbətgahlar düzəlmiş bir binadır. Yəni yenicə abad həyətdən çıxıb, liftləri falan dəyişilib, sərgiyə salınıb. Burada sanitar qovşağı yerləşir. Burada əlavə olaraq pitmyutka da quraşdırılıb. Burada qardırob hissəsi yerləşir. Baxın, bu şəkildə qardırob hissə var. Artıq əşyalarınızı falan yerləşdirə bilirsiniz bura. Giriş hissədə, sol hissədə quraşdırılmış qardırob mebeli var. Burada isə 4-cü otağımız olan otaq hissə yerləşir. Baxın. Yataq otağını da sizlərə təqdim elədim. Mənzili yenidən sizlərə təqdim edəcəm. Giriş qapımız, qonaq otağımız, mətbəx hissəmiz, birinci yataq otağımız, ikinci yataq otağımız. Burada isə əlavə olaraq bir detski otaq kimi düzəlib, yəni qardırob kimi də istifadə edə bilərsiniz. Ora əslinə qalsa qanunən mətbəx hissə olub. Mətbəx hissə bu hissəyə gətirilərək orada belə deyək qardırob hissə düzəlib, yəni əlavə bir uşaq otağı kimi düzəlib. Yəni mənzil sənədlə 4 otaqlı mənzil kimi gedir. Baxın, bu şəkildədir. İndi isə keçəcəm binanın həyət istiqamətini sizlərə tanış edib, həyətdəki obyektlə də yaxından tanış edəcəm. Burada isə həyətimizdə qeyd etdiyimiz kimi yerləşən obyekt hissəmizdir. Baxın, buradan daxil oluruq. Buranı rahat 400-450 manata icarəyə də verə bilərsiniz. İstəsəniz yuxarı qiymətə də vermək mümkündür. Birbaşa
həyata açılır. Öncələr ev sahibi özü şəxsi market kimi istifadə edib, sadəcə evi satdığı üçün artıq buranı boşaldıb. Baxın, birbaşa abad məhəlləyə açılır. Baxın, belə bir həyətyanı sahə, söhbətgah, uşaq meydançası, idman meydançası var, geniş həyət, avtoparking mövcuddur. Burada isə evimizin altında, yəni evimiz bunun üzərində yerləşir. Yəni yerdən çox hündürdür. Burada əlavə olaraq bir zirzəmi hissəsi də var obyektin. Burada sanitar qovşaq yerləşir və burada isə qardırov kimi artıq əşyaları yerləşdirmək üçün bir yer istifadə edə bilərsiniz. Əziz izləyicilərimiz, mənzilimiz göstərdik, həyətyanı sahəsini göstərdik, obyektimizi göstərdik. Ümumilikdə bunlar hamısı birlikdə qiyməti 210 min manat başlanğıc qiymətdir. Real alıcıya endirim olunacaktır. Daha da onun və ətraflı məlumat üçün qeyd olunan nömrəmizə əlaqə saxlaya bilər və mənzilə əyani şəkildə baxa bilərsiniz. Mənzilimiz haqqında bu qədər. Növbəti çəkilişdə görüşənədək.